Salam dəyərli izləyicilər, biz bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Şəhid Etibar Əsənov adına bir sahil tam orta məktəbdəyik. Məktəbimiz bu vəziyyətdədir, bərbad günündədir. İstilik sistemi yox, döşəməsi yox, pəncərəsi yox, qapısı yox. 10 mindən çox ailesi olan bir qəsəbənin məktəbi dayanıbdır. 40 ildən çoxdur bu məktəbin müddəti keçibdir. Sinif otaqları, bütünlükdə məktəbin ətrafı, məktəbin içərisi tamamilə bərbad vəziyyətdədir. Daha ətraflı bu axşam saat 20:00-da baxa bilərsiniz.